Unicode standartına kodlaşdırılmış 32 səhifədən ibarət mətn faylının hər sətrində 32 simvol var. Faylın həcmi 8 kilobaytdır. Fayldakı sətr sayını müəyyən edin. Verilənlərimizi daxil edək. Bizim bu mətn faylımız Unicode standartına kodlaşdırıb, yəni i bərabərdir 16 bitə, bu da bərabərdir 2/4 bitə. Faylımızın həcmi Q bərabərdir 8 kilobayta, yəni 2/3 vurulsun 2/13 bit, yəni 2/16 bitə. İlk öncə buradan taparam K, yəni simvollarımı taparam. Simvol tapmaq üçün Q bərabərdir K vur i düsturundan 2/16 bit bərabərdir K vurulsun 2/4 bitə. Buradan da K-nı tapırıq 2/12 simvol. Yəni mənim bu mətn faylımda 2/12 sayda simvol var. Və bizə deyir ki, hər sətirdə 32 simvol var. Yəni deyirəm ki, bir sətirdə 32 simvol varsa, neçə sətirdə 2/12 simvol var? O zaman tənasübdən x bərabər olacaq 2/12 bölünsün 32, yəni 2/5-ə. Buradan tapacam x-i 2/7, yəni 128. Yəni mənim bu faylımda 128 sayda sətir var. Sualımızın cavabı B variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. İlk öncə biz bu proqramda baxacağımız sətir A bərabərdir F 1, 2, 3. Yəni A dəyişəninə biz F funksiyasını mənimsətməliyik və F funksiyasında da parametr olaraq 1, 2, 3 qeyd etmişik. Gəlirik. X-in yerinə 1, Y-in yerinə 2 və Z-in yerinə 3 daxil edirik. Yəni F funksiyasında 1, 2, 3 daxil edərək onu çağırırıq. X bərabər olur x üstəgəl y, yəni 1 üstəgəl 2 3-ə bərabər olur. Y bərabər olur x üstəgəlinsin z. X artıq bizdə 3-dür. 3 üstəgəl 3 6 edir. Z də bərabər olur 3 çıxılsın 3 üstəgəlinsin 6, yəni 6-ya bərabər olur. Daha sonra geri qaytar. X üstəgəl y üstəgəl z, yəni 3 üstəgəl 6 üstəgəl 6, yəni 15-i geri qaytar. Artıq bizdə A dəyişəni 15-ə bərabər oldu. Daha sonra baxırıq ki, aşağı sətirdə print F funksiyası parametrlər A, A plus 2 və 3 verilib. Yəni parametr olaraq 15, 17 və 3 qeyd olunub. Gəlirik bu dəfə x, y, z-in yerinə 15, 17 və 3 yazırıq. X bərabər olur x üstəgəl y, yəni 15 üstəgəl 17 32-yə. Y bərabər olur x üstəgəlinsin z, yəni 32 üstəgəlinsin 3 35-ə bərabər olur. Z də bərabər olur. Baxaq şöyle nəyə bərabərdir? 3 çıxılsın 32 üstəgəl 35, yəni 6-ya bərabər olur. Daha sonra deyir ki, geri qaytar x plus y plus z, yəni 32 üstəgəl 35 üstəgəlinsin 6 və nəticədə cəmi 73 tapırıq. Sualımızın cavabı olur Y variantı. Ruslan sözü şifrələndikdən sonra belə bir söz almışıq. Eyni açar ilə Bahadur sözü şifrələndikdə hansı söz alınır? İlk öncə baxaq. R-dan şifrələdikdən sonra U-ya gəlmişik. Baxırıq R-dan S, Ş, T, U. Yəni açarımız artıq nəyə bərabərdir? 4-ə bərabərdir. Və variantlarda baxırıq ki, hamısı Y ilə başlayır. Elə burada da elə B-dən baxırıq. C, C, D, Y. Elə 4 simvol sağa sürüşmüş olur. Daha sonra sübres sürətləndirmək üçün nəyə baxaram? Baxıram ki, Bahadur sözündə 2 dənə A var. Yəni ikinci və dördüncü simvol eyni olmalıdır. Variantlarımızda ikinci, dördüncü simvol eyni olmayan B variantıdır və D variantıdır. Bunları çıxdıq qaldı A, C, Y. Variantlarımıza baxırıq. Yəni daha sürətli eləmək üçün bir var ki, sözü sırayla hamısını bir-bir çevirək. Bir də var ki, variantlardan artıq çıxdaşla eləyə bilərik. Baxırıq ki, burada fərqli olan nə var? Sonda görürük ki, sondan ikinci Y və Z hərfləri verilib. Bahadur sözündə sondan ikinci U-dur. U-dan 4 simvol sağa sayanda Ü, V, Y, Z. Demək ki, sondan ikinci simvolumuz Z olmalıdır. Demək ki, A variantında çıxdıq. Və C və Y variantlarında üçüncü simvol J və yaxud da I olduğunu görürük. Gəlir üçüncü simvol Bahadur sözündə H-dır, H hərfidir. H hərfindən
1, 2, 3, 4. 4 simvol sağa gəldikdə görürük ki, H simvolu J simvoluna əvəzlənib. Yəni sualımızın cavabı olur C variantı. Verilənlər bazası cədvəl verilmişdir. Sorğuya əsasən hansı sətirlər gizlənər? Yazaq. Not. Notun daxilində ümumi, yəni bütün sorğunu tapandan sonda notu istifadə edəcəyik. Deməli, not verdik. Notun daxilində veribdir. Otaq böyükdür 2. Qeyd edirəm. Otaq böyükdür 2 olanlar hansı sətirlərimizdir? 1, 3, 5, 6. 1, 3, 5, 6 ilə and qiymət kiçikdir 140.000. And qeyd edək. Qiymət kiçikdir 140.000. 1, 2, 4, 5, 7. 1, 2, 4, 5, 7-ni qeyd etdik. Bunlar ikisi bir mötərizənin daxilindədir. Daha sonra bizdə burada ortada or verilib. Or. Digər mötərizənin daxilində nə yazılıb bizə? Mərtəbə kiçikdir 6. Mərtəbə 6-dan kiçik olanlar 3, 4, 6, 7. 3, 4, 6, 7 və kəsişməsi and 3, 4, 6, 7 ilə kəsişdirirəm. Çıxarış bərabərdir var olanlar. Çıxarış var olanlar 1, 3, 4, 5. Buradan alacağıq. Not. 1, 3, 5, 6 ilə 1, 2, 4, 5-in kəsişməsindən, enddən çıxır bizdə 1, 5. Or. 3, 4, 6, 7 ilə 1, 3, 4, 5-dən kəsişmədən, enddən isə çıxır 3 ilə 4. Buradan da alırıq. Not. 1, 3, 4, 5. Və not 1, 3, 4, 5-dən isə 2, 6, 7 alırıq. Yəni, bizdə 2, 6, 7 sətirləri, aidisi 2, 6, 7 olan sətirlər görünəcək. İstənilən isə gizlənər, yəni 2, 6, 7 olmayanlar hansı? 1, 3, 4, 5. Yəni, sualımızın cavabı olur B variantı. Aşağıda verilən yaddaş ölçülərini artma sırası ilə düzün. Artma sırası ilə düzmək üçün ilk öncə yaddaş ölçülərini eyni ölçü vahidinə gətirək. Kilobayta gətirsə daha rahat olar. Birincisi 32 kilobit. Kilobayta gətirdik 8-ə bölürük, yəni 4 kilobayt alırıq. İkincisi 3 kilobayt olaraq qalır. Üçüncüsü 4095 baytdır. Biz bilirik ki 4 kilobaytımız 4096-dır. Yəni 4 kilobaytdan kiçik, 3 kilobaytdan böyükdür. Dördüncü yaddaş ölçüsü isə 10240 verilib bitlə. Yəni 1024 vur 10. Yəni 2 üstü 10 vurulsun 10 bit. 2 üstü 10 vur 10 biti də 10 kilobit olaraq qeyd edə bilərik. 10 kilobiti də kilobayta çevirəni 8-ə bölsək 1,25 kilobayt alacağıq. Yəni ən kiçiyi bizdə olacaq elə 4-cü. Artma sırası ilə düz deyirsə 4-cü. Daha sonra 3 kilobaytdan 3-cü böyük olduğuna görə 2-ci. Daha sonra 3-cü və 1-ci ən böyük olur 4 kilobayt. Sıralamanı verdik. 4, 2, 3, 1. Variantımız olur B variantı. ABCD 8 sayı sistemində 4 rəqəmli ədəddir. Aşağıdakı mülasirələrə görə ABCD ədədinin 16 sayı sistemində qarşılığını tapın. Gəlin ABCD üçün ayrılıqda biz belə bir xətləmə edək. Deyir ki, A8 sayı sisteminin ən böyük rəqəmdir. Yəni 7-yə bərabərdir. C8 sayı sistemində 5-ci rəqəmdir. 8 sayı sisteminin 5-ci rəqəmi olacaq 4. Birincisi 0 olduğuna görə 5-ci 4 olur. B sadə rəqəmdir. Baxırıq ki, B böyükdür C-dən. Sadə olduğuna görə o zaman 4-dən böyük sadə bizdə olacaq 5. Və D 8 sayı sisteminin ən kiçik rəqəmi, yəni 0-dır. Və daha sonra deyir ki, bizə bunu neyniyək? 16-lıq sayı sistemində qarşılığını tapaq. 16 sayı sistemini çevirmək üçün 8-likdən 2-liyə keçəcəyik. Daha sonra 16-lığa. 7-nin qarşılığı 3 ədəd 1, 5 üçün 101, 4 üçün 100, 0 üçün isə 3 ədəd 0 qeyd edirik. 16-lığa çevirmək üçün 4 ayırırıq və alırıq. 4 ədəd birimiz F-ə bərabərdir. 0, 1, 1, 0 6-nı verir. 4, 0 isə 0-ı verir. Yəni cavab olaraq F60
16'lıq da tapmış oluruq. Sualımızın cavabı olur C variantı. Verilmiş cədvəl fraqmentində C1 xanasında yazılmış B1 üstəgəlsin A1 düsturu C1 D3 diapazonundakı xanalara köçürüldü. D4 xanasının qiymətini müəyyən edin. D4 xanasına görə ki, sam D1 D3 verib, yəni D1 üstəgəl D2 üstəgəl D3'ü bildirir. Yəni ilk öncə D1'ə tapaq. D1 bərabər olacaq. C1'dən D1'ə köçürdüyümə görə bir sütun dəyişəcək. Yalnız yəni sütunlar dəyişəcək və A-nın qarşısında dollar olduğuna görə A-ya dəymirik, sadəcə B dəyişəcək. Alacağıq C dollar 1 üstə gəlinsin dollar A1. Daha sonra D2'yə düşdükdə D1'dən D2'yə keçdikdə C dollar 1, yəni 1 sabit qalır, üstə gəlinsin dollar A2 alırıq. D3 üçün isə C dollar 1 üstə gəlinsin dollar A3 alırıq. Yəni biz bu 3 xananın qiymətini tapıb cəmləməliyik. 3 xanadakı qiymətlərə baxıram. C1 üstəgəl A1, C1 üstəgəl A2 və C1 üstəgəl A3. Yəni belə yaza bilərəm də. 3 C1 üstəgəl A1 üstəgəl A2 üstəgəl A3. C1 neçəyə bərabərdir? B1 üstəgəl A1'ə, yəni 1 üstəgəl 2. Yazaq. 3 vurulsun 3, üstə gəlinsin A1 1, A2 5, A3 isə 3. Yəni 9 üstə gəlinsin 1, üstəgəl 5, üstəgəl 3. Yəni 18. Sualımızın cavabı olur D variantı. Verilmiş HTML fraqmentinə əsasən doğru fikri seçin. Bizdən istinad göstəricisi və istinadın özü soruşulur. İstinad göstəricisi burada image source-dakı bizə verilən linkdir. İstinad isə bizə A hərfdə verilən linkdir. Göstəriciyə baxaq, görürük ki, istinad göstəricisi HTTPS ilə başlayır, yəni protokolla başlayır. Deməli, göstərici internetdə olan, sonuna baxırıq, JPEG, internetdə olan qrafik fayl olmalıdır. Variantlarda B variantında lokal kompüter verilib, C-də internetdə qrafik fayldır, D-də internetdəki web səhifədə deyil. Yəni, variant olaraq A, C, Y qaldı. Daha sonra istinada baxırıq. İstinadda da görürük ki, başlıqda protokol verilib, sonda isə uzantı olaraq HTML verilib. Yəni, internetdə web səhifə. Uyğun cavab olur A variantı. Zümrüd JPG faylının tam adı aşağıdakı kimidir. Faylın yerləşdiyi qovluğun daxilində yeni qovluğu yaradıldı və fayl həmin qovluğa köçürüldü. Faylın köçürüldüyü qovluğun yolunu tapın. Yəni, deyir ki, faylın yerləşdiyi qovluğun daxilində, yəni faylımız Zümrüd JPG-dir və onun yerləşdiyi qovluq desktopdur. Desktopun daxilində biz yeni qovluğu yaratdıq. Yeni adında bir qovluq yaratdıq və faylı həmin qovluğa köçürdük. Faylın köçürüldüyü qovluğun yolunu tapın. Faylın köçürüldüyü qovluq yeni qovluqdur və onun yolunu istəyiriksə yeniyə kimi olan biz hissəyə baxacaq. Yəni C users rəhim desktop. Sualımızın cavabı olacaq D variantı. Müəyyən bir standartda kodlaşdırılmış qrafik fayl CMYK standartını keçirildikdə həcmi 10 KB artdı. Daha sonra fayl 75% sıxıldı. Sıxıldıqdan sonra faylın həcmi 15 KB azaldı. Fayl ilk kodlaşdırıldığı standartın rəng dəyərini müəyyən edin. Deməli, faylımız 75% sıxıldıqda 15 KB azalıb. Yəni 75%-imiz 15 KB-a bərabərdir. Bəs 100%-imiz nə qədərdir? 100%-imiz x-dir. Buradan x-i tapırıq. 20 KB imiş. Faylımız CMYK standartında 20 KB-a bərabər olub. Əvvəlki standartdan CMYK keçəndə 10 KB artıb. Yəni 2 dəfə artıb. Demək ki, əvvəlki standartda Q1 bərabər olub 10 KB-a. İkinci standartda isə Q2 20 KB olub. Və Q1 üçün yazıram K vurulsun I1. Q2 üçün yazıram K vurulsun I2. Bərabər olub 2-də 1-ə. Buradan K eyni olduğuna görə 2I1 bərabərdir I2 tapırıq. Və Q2 bizdə CMYK standartı olduğuna görə burada I2 bərabərdir 32 bitə. Gətirib I2-nin yerinə 32 yazsaq, 2I1 bərabərdir 32-yə, I1 isə bərabərdir 16-ya. Yəni, sualımızın cavabı olur A variantı. Alqoritm nümunəsində klaviaturadan 314.367 ədədi daxil edildikdə nəticəni müəyyən edin. Yəni,
Biz n'ə daxil edirik 314.367. A bərabərdir 10-a, S bərabərdir 0. N böyükdür 0-dan. Nə qədər ki bizim bu ədədimiz 0-dan böyükdür. K bərabər olur n faiz 7-yə. Qalx ilk öncə, gəlin buradan yazaq. K bərabər olur 7-yə. N bərabər olur 31.436-ya. Daha sonra deyir ki, K kiçikdirmi A-dan, yəni 7 kiçikdirmi ondan, bəli. S bərabər olur 0 üstə gəlir 7, yəni 7-yə bərabər olur. Və A artıq K-ya, yəni 7-yə bərabərdir. N böyükdürmü 0-dan? Bəli. K bərabərdir n faiz 10. Bu dəfə K-nı götürürük. 6. 6 kiçikdirmi 7-dən? Bəli. S üstə gəlinsin 6. Yəni oldu 13. Daha sonra A bərabər olur K-ya. Yəni A artıq 6-ya bərabərdir. Və altında buradan silmişik biz. 3143. Böyükdürmü 0-dan? Bəli. K bu dəfə olur 3. N bərabər olur 314-ə. Və deyirik K kiçikdirmi A-dan, yəni 3 kiçikdirmi 6-dan, özündən əvvəlki rəqəmdən, bəli. S üstə gəlinsin 3 olur, artıq S 16-ya bərabərdir. A da bərabərdir 3-ə. N böyükdürmü 0-dan, yəni 314 0-dan böyük. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A dəyişəninə sarı sözü mənimsətmişik. B bərabər olacaq. Həmin sözdəki simvolları ayrı-ayrılıqda bir-bir element şəklində B siyahısına əlavə etmiş oluruq. Daha sonra deyir ki, B.count A böyükdürmü 1-dən. Buradakı A bizim yuxarıdakı Sara sözümüz. Deyir ki, B siyahısında bax görək, həmin bu Sara varmı? Baxırıq, yoxdur. Yəni 1-dən böyük deyil, yəni 0-a bərabərdir. 0-a bərabər olduğuna görə else halına düşürük. Else halında nə deyir? Del B -1. B-nin -1 indeksli elementini sil. -1 də sağdan ilk element olduğuna görə sağdan ilk elementimizi sildik və B siyahısının elementləri oldu S, A və R. Yəni sualımızın cavabı olur B variantı. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Baxırıq ki, A dəyişəninə işıqlı sözü mənimsədilib. Daha sonra ikinci sətirdə A.replace, yəni i-ni i-lə əvəz et. Bütün i-ləri i ilə əvəz edəcək. Yəni burada alacağıq işıqlı. Daha sonra digər sətirdə, üçüncü sətirdə deyirik ki, i-ları i ilə əvəz et. Yəni bütün i-ları i ilə əvəz etməli olduğuna görə bizdə burada artıq A dəyişənində işıqlı sözü mənimsədilmiş olacaq. Və sonda da bu sözü çap edirik. Yəni cavabımız olur A variantı. Düzgün IP ünvanı müəyyən edin. Biz bilirik ki, IP ünvanı nöqtələrlə ayrılmış 4 hissədən ibarətdir və hər hissə 0255 diapazonda dəyişir. O zaman deyə bilərik ki, B ilə A yan-yana gələ bilməz. Çünki B ilə A yan-yana gəlsə, olacaq nöqtə 136, 27 nöqtə. Artıq 255-i keçirəm. Və C ilə A da yan-yana gələ bilməz. C ilə A yan-yana gəlsə, 58, 27 nöqtə olacaq. Baxaq başqa. D ilə C də yan-yana gələ bilməz. D ilə C yan-yana gəlsə 10.258 olacaq. Yenə 255-i keçmiş olacaq. Elə D ilə C-yə baxaq. Baxırıq A variantında var. Çıxdıq. B variantında da D ilə C yan-yana gəlib. Y variantında da D ilə C yan-yana gəlib. Qaldı D və C variantları. Burada baxırıq B, A, C, D. B ilə başlaya bilmərəm, çünki qarşısında nöqtə var. Ona görə D variantında çıxıram. Düzgün cavab olacaq C variantı. Hər ehtimal yoxlayaq. C variantında yazıbdır 10.2. Birinci D-ni yazdıq. Daha sonra A gəlir, yəni 27 nöqtə. Daha sonra C 58 və ən sonda B-ni yazırıq. Nöqtə 136. Baxırıq ki, hər bir nöqtə ilə ayrılmış hissə 0-255 diapazonunda yerləşir. Yəni sualımızın cavabı olur C variantı. İfadədə x sayı sisteminin rəqəmləri cəmini tapın. Bu ifadədə x-i tapmaq üçün hər bir ədədi onluq sayı sistemində qarşılığını taparam. Bunun üçün üzərlərinə 0,1 qeyd edirik və yazırıq. Burada alırıq 2x üstə gəlinsin 2, üstə gəlinsin x üstə gəlinsin 3, çıxılsın x üstə gəlinsin 1, bərabərdir 3x-ə. Buradan alırıq 3x üstə gəlinsin 5, çıx x, çıx 1, bərabərdir 3x-ə. Buradan da alırıq 2x üstə gəlir 4, bərabərdir 3x. X də bərabərdir 4-ə.
Demək ki, bu bizdə x-imiz 400 say sistemindədir. Və 400 say sisteminin rəqəmləri də 0, 1, 2, 3-dür. Burada bizdən nə istəyir? Rəqəmləri cəmini, yəni 0 üstəgəl 1, üstəgəl 2, üstəgəl 3-ü. Cəm olaraq 6 tapırıq. Sualımızın cavabı olur Y variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X 5-dir, Y də 3-dür. If x vur y böyüksə 10-dan. Baxıram, 5 vurulsun 3 böyükdürmü 10-dan? Bəli. O zaman x üstəgəl 3-ü, yəni 5 üstəgəl 3-ü 8-i çap et. Çap etdik, daha sonra baxırıq. X böyükdürmü 7-dən? Yəni 5 böyükdürmü 7-dən? Xeyr. 3 böyükdürmü 5-dən? Yəni y böyükdürmü 5-dən? Xeyr. E salına düşür. E salında da y vurulsun 2 vurulsun y, yəni 2 vurulsun 3. 6 var. Yəni bir dəfə 8-i çap edəcək, daha sonra 6-nı və yan yana yazacaq. Çünki biz burada enddə boşluqla demişik ki, printlər bir-birindən ayırsın. Yəni sualımızın cavabı olacaq A variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A siyahısı verilib. For in range 0-dan len A çıx 2-yə kimi. Len A baxaq gör neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni 8 çıx 2. 0-dan 6-ya kimi dövr eləyəcək. Hər ehtimal indekslərimizi qeyd edək. 0, 1, 2, 3, 4, 5, 6 və 7. Bizdə dəyişim hara kimi olacaq? 0-dan 6-ya kimi. Yəni artıq bu iki ədədlə bizim işimiz yoxdur. Yəni elementlə işimiz yoxdur. Deyir ki, əgər i faiz 2 bərabərsə 0-a, yəni indeksi 2-yə bölündə 0 alıramsa cütdürsə, baxırıq, hansılar olacaq? 5, burada 3 və digər 3. Yəni bunlar üzərində artıq əməliyyat yerinə yetirəcəyik. Nə deyir? A-nın indeks elementi bərabərdir. A-nın indeks elementi üstəgəlsin A0. İ ilk öncə 0 olduğuna görə 0,2 bərabərdir 0. Bəli, ödənir. Yəni A0 bərabərdir A0 üstəgəl A0. Yəni A0-mız 5 idi. 5-in üstünə yenə 5-i gəlirik. Olur 10. Artıq bizim birinci elementimiz 10-dur. Sonra i1-ə bərabər olur 1,2 0 vermədiyinə görə ikinci elementimiz olduğu kimi qalır. Üçüncü elementimiz 3-dür. İndeksi 2 olan elementimiz. 2-ni 2-yə böldüm, qalaqda 0 aldım və deyirəm ki, A2 bərabərdir 3 üstəgəlsin A0. Baxıram ki, A0 5 yox, artıq 10-dur. Demək ki, mənim üçüncü elementim olacaq 13. Daha sonra 6 ilə işimiz yoxdur, dəymirik. 5-ci elementimiz də indeksi 4 olan elementimiz də yenə 3 olduğuna görə 13 olacaq. 7-nin indeksi tək olduğuna görə 7 ilə hər hansı bir əməliyyat aparmırıq. Və 4 ilə 8 də bizim buradakı aralığın xaricindədir. Yəni indeksi 6-dan böyükdür, bərabər və yaxud da böyükdür. Nəticədə 11, 13, 6, 13, 7, 4, 8 almış olduq. Buna uyğun da cavabımız olacaq D variantı. Uyğunluğu müəyyən edin. Printerin növləri şırnaqlı və lazerlidir. Yəni 1 BC olacaq. Skaner üçün isə maqnitli və ştrix-kod olacaq. Yəni cavabımız 1 BC, 2 AD, B variantı olacaq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. İlk öncə baxacağımız sətir print K1. Çünki funksiyalar təyin olunub, hələ çağırılmayıb. Və çap et K funksiyası parametr 1. Yəni K funksiyasında x-in yerinə 1 qoyuruq. Yəni x bərabər olacaq D 1-ə. Gəlirik artıq. Burada biz D funksiyasını çağırdıq. A-nı yerinə 1 qoyduq. A bərabərdir 1 üstəgəlsin 3 vur 2, yəni 7-yə bərabərdir. Geri qaytar 14-dür. Yəni D1 üçün artıq biz nəticə olaraq 14-ü geri qaytarmış olduq. Daha sonra deyir ki, x bərabərdir dx. Əvvəlki x yox, sonradan aldığımız x bərabərdir 14-ə. Yəni bu dəfə D14-ü istəyirik. D14 nəyə bərabər olacaq? Gəldik D funksiyasında A-nın yerinə 14 yazdıq. Bu səfər alacağıq 14 üstəgəlinsin 3 vurulsun 2. Yəni 14 üstəgəl 6 20 tapırıq. Və geri qaytar 20 vurulsun 2. Yəni 40-ı almış oluruq. Yəni x bərabərdir D14. D14-ü də tapdıq 40. Daha sonra deyir geri qaytar x vurulsun 3-ü. X 40 olduğuna görə 40 vur 3-ü, yəni 120-ni geri qaytaracağıq. Hara qaytarırıq? Harada ki
K-da parametr olaraq 1 işlətmişik. Yəni, K-da parametr olaraq 1-i burada işlətmişik. Ona görə K1-in yerinə biz 120 qaytarırıq. Və 120-ni də çap edirik. Sualımızın cavabı olur B variantı. D5 xanasına yazılmış C4+Y2 düsturu hansı xanaya köçürülə bilməz? İlk öncə düsturumuza baxırıq. Düsturumuzda sabitlər C və 2. C sütunu ilə 2 sətri sabitdir. Yəni, onlara artıq baxmağa ehtiyac yoxdur. Dəyişənlərimiz nədir? 4 sətri və Y sütunudur. Baxıram, 4 sətrindən yuxarı qalxsam, nə zaman cədvəldən çölə çıxacam? 4 sətrindən 4 sətr yuxarı qalxsam, yəni 4 çıx 4 etsəm, artıq 0 alacam. C0 deyə bir xana yoxdur. Ona görə biz D5 xanasında da 5-dən 4 sətr yuxarı qalxsam, yəni D1-ə gəlsəm və yaxud da fərqli sütun olsa belə, yəni C1, Y1, F1 və s. Yəni, birinci sətirdə biz sətirdəki bir xanaya köçürsək düsturu, artıq xəta alacağıq, ref error alacağıq. Burada baxırıq, elə bir sətri ilə olan B variantı var. Sualımızın cavabı olacaq B variantı. Python dilinə verilmiş proqramın alternativi hansıdır? Baxırıq ki, while i kiçik bərabərdir n dövrü verilib və i bərabərdir i plus 1 print i. İlk öncə çap olunacaq, baxaq şöyə hansı dəyər çap olunacaq. 1 kiçik bərabərdirmi n-dən? Tutaq ki, n-ə hər hansı bir qiymət veririk. 1 kiçik bərabərdirmi n-dən? Bəli. i bərabər olur 1/1 2-yə və print i. 2-ni çap edir. İlk öncə 2-ni çap edirik. Daha sonra i sonuncu qiymət olaraq n alacaq. i-nin yerinə n yazdıq. n plus 1 və n plus 1-i çap edəcəyik. Yəni, biz 2 və n plus 1 aralığındakı bütün tam ədədləri çap edəcəyik. 2 və n plus 1 də daxildir. Bəs bunu for in range, yəni for dövründə yazası olsaq, necə yazacağıq? For in range 2 daxildir və n plus 1-ə daxil etmək üçün nə yazacağıq? N üstə gəlinsin, 2 verəcəyik 2. Yəni, n plus 2 daxil olmasın, ondan bir əvvəlki ədəd daxil olmuş olsun. Buna uyğun variantımız olacaq C variantı. Yəni, sualımızın cavabı olur C variantı. Zahid, Xalid, Nurullah, Rövşən, İlkin və Yusif qaçış yarışında aşağıdakı mülasirələrə uyğun yer tutdular. Zahid finala yaxın 4-cü yerdə qaçanı keçdi. Rövşən finişə Nurullahdan sonra Zahiddən əvvəl çatdı. Yusif ilkini keçə bilmədi. Nurullahdan sonra 4 nəfər yarışı bitirdi. Xalid yarışı neçənci yerdə bitirdi? İlk öncə sıralamanı yazaq. 1, 2, 3, 4, 5 və 6. Birinci mülarizədə deyir ki, Zahid finala yaxın 4-cü yerdə qaçanı keçdi. 4-cü yerdə qaçanı keçdi, deməli Zahid elə 4-cü yer olub. Daha sonra Rövşən finişə Nurullahdan sonra Zahiddən əvvəl çatdı. Deməli, Rövşən ilə Nurullah Zahiddən əvvəl çatıblar finişə. Nurullahdan sonra 4 nəfər yarışı bitirdi. Demək ki, Nurullah 2-ci yerdədir. Və Rövşən finişə Nurullahdan sonra çatdısa, deməli Rövşən 3-cü yerdədir. Və Yusif ilkini keçə bilmədi. Baxırıq burada, Yusif ilkini keçə bilmədisə, variant olaraq nə qalır? Yusif 6-cı yerə düşür və ilkin də 5-də bitirmiş olur. Yalnız birinci yer qalır, birinci yerdə Xalid olur. Bizdən də elə Xalidi soruşur, neçənci yerdə bitirdi? Xalidə deyirik ki, Xalid birinci yerdə bitirib yarışı. Diapazona görə yazılmış fikirlərdən hansı doğrudur? Bizə baxırıq cavablarda xana, sütun və sətir soruşulur. Neçə sütunumuz var? A, B, C. Cəmi 3 sütunumuz var. Sətir sayı neçədir? 1-dən 5-ə kimi, yəni 1, 2, 3, 4, 5. Və yaxud da necə yazarıq? 5 çıx 1, üstə gəlinsin 1 sayda, yəni 5 sətrimiz var. Və 3 sütun 5 sətrimiz varsa, 3 vurun 5 qədər də xanadan istifadə etmişik. Yəni, o zaman cavabımız olur. Diapazonda 15 xana var, 1. Diapazonda 3 sütun var, 2. Və diapazonda 5 sətir var, 5. Yəni, 1, 2, 5. Verilmiş qraf nümunəsi üçün qurulmuş qonşuluq matrisində sıfırların sayını müəyyən edin. Sıfırların sayını tapmaq üçün yazaq sıfırlar. Sıfırlar nəyə bərabər olur? Təpə nöqtələrinin kvadratı çıxılsın, 2 vurulsun, til. İlk öncə təpə nöqtələrini sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9.
9 təpə nöqtəsi var. Yəni 9 vur 9. 81 xanadan ibarətdir. Və tillərimizin sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 2 vur 16, yəni 32. 81-dən də 32 çıxarıq. 49 alarıq. Cavab 49 sayda sıfırımız var. Aşağıda verilmiş HTML fragmentinə əsasən düzgün fikirləri seçin. İlk öncə görək bu fragmentdə nə verilib. UL verilib. UL bizdə nəyi bildirir? Unordered list. Unordered list yəni işarələnmiş siyahı və yaxud da nizamlanmamış siyahı. Ordered list isə olacaq nömrələnmiş və ya nizamlanmış və yaxud da sıralanmış siyahı. Baxaq, bir də bizə verib nizamlanmış siyahının ikinci elementi qırmızı ilə yazılıb. Nizamlanmış siyahı bizdə OL-dir. İkinci elementi, yəni ikinciliyə baxıram. Baxıram ki, font color red. Bəli, düzgün fikirdir. İşarələnmiş siyahının birinci elementi eyni enli yazılıb. İşarələnmiş siyahının birinci elementi, yəni birinciliyi, baxırıq ki, qalın yazılıb, eyni enli yazılmayıb. Üçüncüdə, nizamlanmış siyahının birinci elementi kursiv yazılıb. Nizamlanmış siyahı OL, birinci elementi kursiv yox, eyni enli yazılıb. İşarələnmiş siyahının birinci elementi qalın yazılıb. Bəli, işarələnmiş siyahının birinci elementi qalın yazılıb, düzgün fikirdir. Nizamlanmış siyahının elementləri 3 və 4-dür. Nizamlanmış siyahı dedik OL-dir, elementləri 3 və 4-dür, düzgün fikirdir. Yəni sualımızın cavabı olur 1, 4 və 5. Cədvəldəki verilənlərə əsasən sorğunun qiymətini müəyyən edin. Bunun üçün Euler-Venn diaqramı çəkək. Biraz səliqəsiz olacaq. Deyək ki, A, B və C qeyd etdik. Bizdən istənilən nədir? Bu sahənin qiyməti. Baxırıq, A and C bizə 20 verib, A and B and C 10 verib, yəni bu hissə 10-dur. A B, C-nin kəsişməsi 10 verib bizə. A ilə C-nin kəsişməsinə isə 20 verib. Deməli, bu hissə də bizdə 10-dur. Baxırıq, B ilə C-nin kəsişməsini verməyib, amma nə verib? B and not C. Yəni, B daxildir, C daxil deyil. Yəni, bu hissənin bizə nəticəsini neçə verib? 70 verib. Bəs B-nin özü neçədir? B-nin özü 100-dür. Demək ki, burada gördüyümüz bu hissə 10 da daxil olmaqla bərabərdir 30-a. 30 ümumisidirsə, 10 kəsişməsi varsa, deməli, boş qalan hissə 20-yə bərabər olacaq. C-nin özü 120 verib, yəni 120-dən artıq çıxacam 10-u, ikinci 10-u və 20-ni. Və buradan da cavab olaraq tapacam 80. Yəni sualımızın cavabı olur 80. Uyğunluğu müəyyən edin. Qalın şrift 1, Ctrl B, yəni D. 2. Mərkəzə düzləndirilmə, Ctrl Y, yəni Y variantı. 3. Kəsmək, Ctrl X, yəni A. Cavabımız olur 1D, 2Y, 3A. Alqoritmin blok sxemini tərtib edin. İlk öncə biz burada verilmiş alqoritmi oxumağa çalışaq. Görürük ki, sonda nə vermişik? N vurulsun N plus 1 bölünsün N çıx 1-ə. Və əvvəldə ona uyğun şablonumuz nədir? 3 vur 4 bölünsün 2 verilib. Deyirəm ki, alqoritmi blok sxemini tam ortadan başlayıram. Deyirəm ki, S bərabərdir. Əvvəlki qiymətlər S üstə gəlinsin. N-in yerinə I deyirəm. Yəni I vurulsun I üstə gəl 1 bölünsün I çıx 1. Yəni N-lərin yerinə I yazdıq. Bu bizim olduğu bir hesabımız. Bəs yaxşı, bu dəfələrlə dövr eləyəcək. Bəs dövrün diapazonu hansı aralıq olacaq? Deyirəm ki, I üçün I bərabər olsun. İlk öncə neçə vermişəm? N-in yerində məndə nə durur? 3.
Deyirəm i bərabər olsun 3-dən hara kimi? N-ə kimi. i 3-dən N-ə kimi dövr eləsin, artsın. Altı bucaqlı. Bunu qeyd etdik. Sonlandırdıq dövrümüzü və sonda S-i xaric edəcəyik. Bəs yaxşı, əvvəlcədən bizdən nə lazımdır? Baxırıq ki, məhsullarımız nədir? N-dir, N-i bilmirik, S-i bilmirik. S ilk öncə neçə olub? 1. Deyirəm ki, S bərabər olsun 1-ə. Daha sonra 1-in üzərinə gəlmişəm. Digər hesabları, yəni hər dövr etdikcə əlavə bir dəyər gəlmişəm. Və başqa bilmədiyim nə var burada? N-i bilmirəm. Çünki i 3-dən N-ə kimi dövr eləyir. N-i bilmirəm neçədir. Ona görə deyirəm ki, klaviaturadan bir də N daxil etmişəm. Və başlanğıcımızı da seçmiş olduq. Bu oldu bizim həmin blok sxemin, algoritmimizin blok sxemi. Şərtli dövrlə yazası olsaq, nə edərik? İlk öncə əvvəldə i bərabərdir 3 verərik. Dövrümüzün daxilində yenə S bərabərdir, S üstə gəlsin, i vurulsun, i plus 1 bölünsün, i çıx 1 verərik. Və ondan sonrasında isə i bərabərdir, i plus 1-imizi verərik. Ki, dövrümüz hər dəfəsində i artaraq dövr etsin. Bəs yaxşı, şərt hissəsində nə verəcəyik? Şərt hissəsində deyəcəyik ki, i nə qədər ki, kiçik bərabərdir n-dən dövr eləsin. Dövr sonunda isə S-i xaric etsin. Yəni, iki formada da, belə deyil, üsulla da yazmaq olar. Klaviaturadan daxil edilmiş mətn fraqmentində sözlərdəki simvol sayını yan-yana düzərək natural ədəd çap edən proqram qurun. Mətndə durğu işarəsindən istifadə edilməyib, sözlər boşluq simvolu ilə bir-birindən ayrılır. İlk öncə mətnimizi daxil edək. N bərabərdir input. Mətni daxil etdim. Daha sonra mətndən sözləri götürməliyəm və deyir ki, sözlər boşluq simvolu ilə bir-birindən ayrılıb. O zaman deyirəm ki, A bərabər olsun n.split. Əgər mötərizə daxilində heç nə yazmamışamsa, boşluğa görə ayırıram. Daha sonra deyirəm ki, for i in A, A-dan bir elementləri götür, hansı ki onlar sözlərdir. Daha sonra deyirəm ki, S bərabərdir, S üstə gəlinsin. Artıq biz burada yan-yana düzməli olduğumuza görə S bizdə string olacaq. O zaman deyirəm ki, bir dənə də S daxil edirəm. Boş bir string daxil etdim. S bərabər S üstə gəlinsin. Nəyi? Həmin bu i-nin lenini. Yazıram len i. Yəni i-nin uzunluğunu gələcəm S-in üzərinə. Amma bizdən yan-yana düzməyimizi tələb elədiyinə görə. Ona görə qarşısına bir dənə S-ləri yazaram ki, bunu stringə çevir. Daha sonra topla. Toplayanda artıq stringi toplayanda stringləri yan-yana yazmış olur. Dövrün bitdikdən sonra çapa verəcəm həmin bu S-i. Amma bizdən istədiyi nədir? Natural ədəd çap edərək. Yəni int S yazacağıq. Klaviaturadan daxil edilmiş natural ədədlərdən ibarət n elementli siyahının cüt indeksli elementləri ilə tək elementlərinin cəmini tapan proqram qurun. Cüt indeksli tək element bir dəfə cəmlənir. Yazaq. Deməli, bizdə siyahın elementləri sayı n. N bərabərdir int input. Elementimin sayını daxil etdim və deyirəm ki, bir boş A siyahısı daxil edirəm. Və deyirəm ki, və bizdən nə istəyir? Cəm istəyir. Bir dənə də S bərabərdir 0 verirəm. For i in range n dəfə dövr eləsin. Tutaq ki, hər hansı bir k ədədə daxil edirəm. Tam ədəddir. Və deyirəm ki, A-ya əlavə et həmin bu k-nı. Daha sonra deyirəm ki, for i in range n yenidən dövrümü verirəm. Və deyirəm ki, əgər i faiz 2 bərabərdirsə, bizə nə istəyir? Cüt indeksli elementləri. İndeksi, yəni i-ni 2-yə bölündə 0 alıramsa və yaxud da, nəyə görə və yaxud? Çünki cüt indeksli tək element bir dəfə cəmlənir. Deyirəm ki, bəs yaxşı, elementin özü, A-nın indeksi elementini 2-yə bölsəm, qalıqda 1 alınsa, bu iki şərtdən biri ödənsə, o zaman S bərabərdir, S üstə gəlinsin A-nın i indeksli elementi. Dövrün bitdikdən sonra print S deyirəm.